Is-null və is-not-null operatorları ilə tanış olaq. Select ulduz from departments. Departments cədvəlinə baxsaq, Manager ID sütununda null olan sətirlərin olduğunu görə bilərik. Null o deməkdir ki, bu cədvələ məlumatlar əlavə olunan zaman həmin bu sətirlərə hər hansı məlumat əlavə olunmayıb, boş buraxılıb. SQL də bunu avtomatik null olaraq qiymətləndirir. İndi bizə sual verilir ki, mənə department cədvəlindən o məlumatlar gəlsin ki, həmin sətirlərin Manager ID-si nulldır. Bunu etmək üçün Select ulduz from departments və ya Manager ID is null yazmağımız lazımdır. Gələn 16 sətrə diqqətlicə baxsaq, Manager ID-nin null olduğunu açıq-aydın görə bilərik. Bəlkə də düşünə bilərsiniz ki, Manager ID is null deyil də, bərabərdir null yazaq. Xəta vermədi, amma sorğumuzun nəticəsində də hər hansı bir sətir gəlmədi. Yadda saxlamaq lazımdır ki, bu yazılışın özü səhvdir. Bəs yaxşı, null olmayan sətirləri necə tapa bilərik? Bunun üçün də is null deyil də is not null istifadə etməyimiz lazımdır. Manager ID is not null yazıram. Yəni, Manager ID-si null olmayan sətirlər gəlsin. Manager ID sütununda null olan sətir yoxdur. Bunu da is not null operatoru vasitəsilə həyata keçirmiş olduq. Növbəti dərsdə görüşənədək.